Pələng axırıncı şortiklə Şort- şortiklə oğlan Abi, söyən şortik. dayıya O şortik. videosuna baxdı. Sürüdü ya. Onu yandırma deyirəm sənə. Bax kəndin içində şort. Neyləmişəm də söymüşəm, təhqir eləmişəm. Sən hörmət istəyirsən də geymə də bunu. Mənim elədiyim bir günah yoxdur. Kimsəyə bir şey eləməmişəm. Məsələn, Şortiklə səyahət edirsən sən? mən Nəsə rastlaşmısan mı bundan? niyə şortik olmaz düşüncəsi mənə çatmır? O mən böyük bir travma vermişdi. Mən 5 gün yemək içməkdən həqiqətən kəsildim. Yemədim, kütləm yox idi onda. Məni savuna biləcək insan yox idi. Hər kəs haqqımda atıb tuturdu, danışırdı və Hansı videodan sonra? şortik söhbətindən sonra. Səndə də olub. Məndə də olub o şortik söhbəti. Və Harda olub? İsmaildə? İsmaildə. Mən o videonu desən rastlaşmışam. Mənə çəkirsən? Bu vətəndaş gəlib şortiklə kəndin içində gəzir Hə. və deyir ki, mən belə gəzməliyəm deyir. Mən belə söz deməmişəm, kayıtdadır. Mən o sözü deməmişəm. Mən dedim yuxarı çıxıram. Hə, yəni adam üzülür ki, hə qardaş mən elin oğluyam. Xalqın oğluyam mən. Mənim də olub şortiklə bağlı. Məndə Onda travmam da. var ona görə. Mən çox Paytaxtın ən böyük meyvə və tərəvəz bazarı olan Meyvəlidə şortik qadağası. Bəli, hər hansısa bir şəxs, yəni alıcı və ya satıcı şortiklə bazara daxil olmaq istəsə, o zaman onun içəri girişinə icazə verməyəcəklər. səmimi deyirəm. Hamısı mən bazara gedərlər. Eşitmisən onu? Hə. Şortiklə. Yox, mən deyiləm o. Amma mən çəkdim onu Hə, Beybəlin qarşısına. Şortla bazara girərlər, şortla həyata düşərlər. Olar belə şey. Şortik olmaz, nə bilim nə olmaz, mayka olmaz. Ha. Amma nə ilə gəlir? Mən çox səmimi, ya elə deyirsən abi, mən deyiləm o. Yox, yəni onu deyən mən deyiləm. Bura bir də bikləyərsən o mən deyirəm. Mən o Mən bir an. elə dedim pis oldu. Vallahi. Amma mən o əminlə gedib yenə görüşmək istəyirəm. Ay, Vallahi billahi. Oturub söhbət eləmək istəyirəm. Heç bu mövzuları açmayım.